Bizim Türkler yəqin ki, baxmır. Ya görmürlər, ya görürlər, gözüm olar. Qulaqlarını yəqin ki, bağlayırlar və dillərini də saxlayırlar qıfılda. Bax, bunu deyərəm, nəyə görə? Bu Omar Fəruq kimdir? Omar Fəruq. Özdə də nə oğlu? Qarqarıya oğlu. Bəlkə Qarqaryan oğludur, nədir? Ayala, bu Türkiyə, bilmirəm, bu Qaraoğlu da, İmişoğlu, nə bilim, Çıldaoğlu, nə bilim, Çilingaroğlular. Ay qardaş, bunlar, mən bilmirəm, bunlar haradan tapırsınız bu erməniləri? Bunlar Türk ola bilməz zaten. Gör nə deyir, nə danışır? Deyir, Azərbaycana nəhlət olsun, Azərbaycana satqındır, Azərbaycan dağılmalıdır. Bu İsrailə kömək edir ki, bizim müsəlmanları qırsın. Qardaş, hansı müsəlmanı qırırlar? Bu dəli, bu əgər türkdürsə, qondarma türkdür. Türk heç vaxt deməz ki, bu Fələstin müsəlman deyil. Yəni, indiyənə gün çatmadı. Bunun gözünün qabağında Romalılar, İngilislər, Avropa deyirlər ki, biz o Fələstin xalqını yaratmışıq Yahudiyə qarşı, Türkə qarşı, dünyaya qarşı. Romalılar bunu yaradıb da, yəni bu İsa ilə bağlıdır. Başa düşdün, nə müsəlman? Uydurma xalqdır. Başa düşmürsən? Ərəblər bunu istəyir, bütün Ərəb dünyası yox, Fələstini sevmir. Bunun heç vaxt torpağı olmuyor. Bunun heç vaxt milləti olmuyor. Nə düşünürsünüz? Müsəlman gedib 8 aylıq uşağı Kalyaskada zor güc göstərər. Müsəlman gedib dəvənin altına qızları atar. Müsəlman gedib eşşəyin altına qızları atar. Müsəlman gedib qızıl tualet düzəldir özünə. Xristianlar da düzəldir, demirəm. Yaxşı, bu müsəlmandır da, bu xristian dəlidir deyək ki. Bu müsəlman deyirsən, müsəlman gedib, xalqın arvadının qabağında, xalqın ərinin qabağında, arvadının gözünün qabağında zor güc göstərir. Bu müsəlmandır, belə dövlət yaradırlar. Belə millətə dövlət yaradan, başına daş düşəcək, başına daş düşəcək. Dövləti yaradan adam gedib xalqın gözünün qabağında zorlayar, xalqın gözünün qabağında 8 aylıq uşağın o, nə bilim, nəyinə nə eləyir, nə bilim, başını kəsir. Belə eşşəklə deyil, məcbur qızlar yatın, dəvə ilə yatın. Bunu müsəlman eləyər. Belə milləti gəlib, al şaxtanı ulan, Türkün adından danışma, müsəlman türkdür, ərəb deyil. Torada, Quranda, Bibliyada buradadırlar, hamısı buradadır. Buradadır. Gedib onları oxumayın. Burada verilib daha nə qədər insan. O deyil, doğrudan ki, 2000 ildə ərəb öyrədənmədi Tanrı. Bunlar istəyir ərəbin o mundar o dini ilə, mundar o qanunu ilə oturub dursun. Axır o dinlə, o eşşəklə o yatır. O dinlə, qanunu ilə gedib uşağın başını kəsir. Bu, siz necə oxuyursunuz o kitabı? Ay qardaş, Türk öz dilində oxudur. Niyə oxumursan? Nə maraqın var? Ona Tanrı istədi adam eləsə adam olmadı. Sən gedib ondan oturacaq, bu Türklər ağlıyız, itirib. Mən deyirəm də, sabah yıxılıb öləcəm, mən deyirəm. Mən də dəli olacam, mən də gəbərəcəm bəlkə də. Cəhənnəmə, sizi görəndə, sizə baxanda bu hərəkəti, adam yaşamaq doğrudan istəmir.
Mən deyirəm də Tanrıya nəyə görə deyirəm ki, bu bəşəriyyətin ağlı başına verginə, ya indi bir şey elə, ya bunu yox elə, ya bunu düzəlt, ya bu haqsızlığı yox elə, bu haqsız dünyanı düzəlt. Amma mən istəyirəm düzəlsin, Tanrı istəmir. Qardaş, mən bilmirəm necəyəm, Tanrıdan istəyirəm düzəlmir. Türkə deyirəm düzəl, düzəlmir. Haçan düzələsən? O biri dünyada. Ha, Müslüman 15 yaşında uşağın belinə şeyi bağlayır, 10 yaşında uşağın deyir, gel Allah Ekber'den öldür orada kızları. Kızlar oynuyor da orada. Oynuyorlar ha bahçede. Müslüman onu eləyər, sual verirlər. Ay 500 Müslüman deyən o deyilənlər. Mən Türkə deyirəm, ha, o biri Müslümanlara demirəm. Onlar heç, onlar xəstə, hamısı şikəstlər. Onlar erməni kimi bir şeydirlər. Mən Türklərə deyirəm, sizə nə olur? Mən Türkləri dünyada, Türkləri göstərirəm ki, məndən öyrəndilər. Avropalılarla oldum, Avropada, Rusiyada, erməni demirəm, İrəvanda. Bütün xalqlara göstərdim ki, Türk necə olur. Siz bizdən öyrənmək. Mən deyirəm, siz qanunun burada düzgün deyil, bunu düzəltməlisən. Sən 500 il qabaq bax, heyvan idin, o quruyurdun, indi gəlir, deyirsən ki, ay Türk, sən oğrusan. 500 il qabaq bu adam, dədəsi, babaları, 500 il cəhənnəm, 200 il qabaq torpaqları tutuldu. Milyonlarla Afrikada, Asiyada, Amerikada öldürüb kəsiblər. Hamıdan, haqdan danışır. Öldürüb kəsir, oğrudur, quldurdur. Gəlib deyir ki, Qafqazda şey yoxdur, demokratiya yoxdur, azadlıq yoxdur, haqq yoxdur, ədalət yoxdur. Görür. Mən onlara qoydum yerinə. Onun akademiyində, onun o az qala prezidentində, onun siyasətçiliyində. Nə danışırsan? Mənlə danışmaq istəyirsən. Çıxıb danışa bilərlər. Mən demirəm, dünyanı bilirəm, dünyanı. Amma mən göstərdim ki, Türkdən öyrənirsən. Barışdılar. Barışdılar. Türmələrdə nədir? Orduda necə olmalıdır? Türmə necə olmalıdır? Mən onlara hamısını yazdım, qoydum. Amma özüm buradayım, orada qalmadım və o yazılar da indi batdı, getdi. Onun gələ özün olasın orada. Və orada da oturublar, ha, pul qazanırlar. İstəmirlər, haqq, ədalət olsun dünyada. Elə bilməyin. Cəmaət elə ki, Avropada 10 min dollar verir, abi sən gəlib incitmirlər, düzdür, incitmir, 10 min maaş verir, iş oyan, hər şey yaxşıdır, mədəni. Amma ürəklərində nədir? Bütün millətlər qul olsun. Burada Avropada 5-6 dövlətdir. Hamısı istəyir qul olsun, hamısı istəyir qanun qayda olmasın, xaos olsun, oğrasınlar. Və yalandan desin ki, görün ha, Azərbaycanda nədir, Gürcüstanda nədir, Qazaxstanda nədir, Bolqariyada, nə bilim, Serbiyada, nə bilim, Afrikada, Asiyada. Qəsdən, ha, onlar istəmir, ha, düzəlsin. Üzüm onun dədə babası banditdir. O istəyir, hər yan pis olsun və özü yaşasın və gəlsin. Görürsən, erməniləri necə düzəldir? Dava ediyor. Tez Fransız qaçı gəl. Hə, mən barışdıracağım sizi. İngilis oradan gəlir, həmən barışın. İngilislər bizlə yaxşı oynayıb, fikirlərində olub ki, Türkü həmişə yox eləməz. Yəni Yunanlı, Fransız, hamısı Ruslardır, Ərəbdir. 4 dənə əsas xalq, Rus, erməni, Ərəb və Farslar Türkü, Yahudini məhv edirlər bugün. Cızıblar, ha, planda odur. 2 dövlət, Türkiyə, Turan dövlətləri, ümumiyyətlə Azərbaycan, Türk, Qazaxstan, Özbəkistan, Türkmənistan, hamısı Uyğuru da, Tatarı da
Təbrizdə bütün Türk dünyası yok olsun ve İsrail, Yahudiler yok olsun. Başa düşdünüz? Türkler, bax bu proses gedir ha. Ona göre de lazım deyil, bir-birinizi başa düşün, özünüz bilin. Dava edirsiniz, düşman olursa özünüz dava. Mən heç nə edə bilmirəm, əgər siz dəlisiniz. Ona görə mən Avropalılara da hamısını qoydum qabağında, onların məclislərində də. Düzdür, paxıllanırlar ki, Türk bizə knockout edir. Knockout, knockdown yox, knockout. İndi Tanrı verdi mənə elədim, ailə belə eləyə bilməzdim. O da nəsə mənə verdi də. Həm qırmızı diplomum yoxdur. Ancaq qırmızı diplomları oturtdum. Danışanda bəziləri dedi utopiyadır. Ancaq utopiya deyənə 2 dənə misal qoydum. Və dedim, indi bax, utopiya deyəsən, da, dedi, вы загнали нас в тупик. No, başqa dildə də danışırdılar, Rusça perevod edirdilər də mənə tərcümə. Ona görə, yəni o utopiya deyənlər birinci sıra adamları gedib öldürürlər. Ha, yəni onu bilin. Başa düşdünüz də? Utopiya deyən, bax, o niyə xaraşo, məndə yaxşıdır, utopiya dəyişir. Ona görə də onlara mən dedim, sizin orduda da budur, düz deyil ordu. Türmə məsələsi düz deyil. Ədalətdir, haqdır, o da düzgün deyil, öyrədirsə ona buna. Özü, bax, mən bunu dedim, belə olmalıdır, hamı da barışdı. Barışdılar, amma paxıllıq qoymur. Ona görə də Avropada, dünyada istəməyəcəklər, haqq, ədalət düzgün olsun. Bilirsiniz, bu puldur, belədir, paxıllıqdır. Nəysə, türklərə bax belə, lazım deyil, yenə də deyirəm, bax, durubsuz onların o suyuna düşmüşsünüz, sizi təxribata çağırır. Biri demir ki, bu Xocalının başını kəsənləri nəyə müdafiə edirik?